Salam hörmətli izləyicilər. Bu gün sizə yenə yeni topludan bir sualın izahını vermək istəyirəm. Bayırda yağan qar ağarır, xoş mənzərə yaranır. Cümləsi haqqında verilənlərdən biri yanlışdır. Cümlədə həm söz, həm də söz birləşməsi ilə ifadə olunan üzv var. Elə birinci cümləni biz təhlil etsək, bayırda yağan qar nə edir? Ağarır. Nə qar? Necə qar? Bayırda yağan hansı qar? Həm söz birləşməsi və həm də söz ilə ifadə olunan cümlə üzvü var, doğrudur. İkinci cümləyə baxmaq ehtiyac yoxdur. Bir bəndi. Birinci cümlə hadisənin səbəbini, ikincisi nəticəsini bildirir. Bəli, çöldəki, bayırdakı qar ağardığı üçün xoş mənzərə yaranır. Bu doğrudur. Bunu da çıxırıq. C bəndi. Tərkib hissələr intonasiya ilə bağlanmışdır. Biz görürük ki, heç bir vasitə yoxdur burada və bu da doğrudur ki, intonasiya bağlanıbdır. Hər iki cümlə müəyyən şəxsi cümlədir. Birinci cümlədə mübtəda və xəbər görürük. İkinci cümləyə baxaq. Xoş mənzərə yaranırdı. Nə idi? Yaranırdı nə mənzərə. Burada da mübtəda və xəbər var. Bəli, müəyyən şəxsi cümlədir. Və Y bəndinə baxırıq. Birinci cümlə xəbəri sifətlə ifadə olunmuşdur. Birinci cümlə hansı idi? Bayırda yağan qar ağarır. Nə edir? Ağarır. Xəbər sifət yox, sifətdən yaranan feildir. Çaşdırmaq üçün veriblər. Deməli cavabımız oldu Y bəndi. Əgər yararlı, faydalı oldusa, videonu bəyənib paylaşmağı, kanala abunə olmağı unutmayın. Sağ olun.